Salam əziz şagirdlər, bugün 7-ci sinif BSG 2-nin A variantını sizə izah edəcəm. Birinci sualdan başlayırıq. Birinci sualda bizə deyir ki, cəmi 40 olan 2 ədədin, 2 dənə ədəddir, ikisini də bilmirik. Birinə x deyəcəm, birinə y deyəcəm. Cəmi 40-dır. Fərqi isə 16-dır. Tənliklər sistemi qurmaqla məsələni həll edirsiniz. Alt-alta toplama üsulu ilə yazacağım. X-lar toplayıram 2x. Y-lər islah olur. 40 ilə 16-nı toplayıram, edir 56. X bərabərdir. 56 bölünsün 2. X-i tapıram 28. Y tapaq. Tənliklərdən misal üçün mən birincidə qoyacağam yerinə. X-i 28 qoyuram, üstə gəl. Y bərabərdir 40-a. Y də bərabərdir 40 çıxılsın 28. Doğru cavab 12. Ədədlərdən kiçiyini istəyir. Ədədlərimiz 28 və 12-dir. Kiçiyi oldu 12. Doğru cavab C variantı. İkinci sual. Diaqrama əsasən AB fərqini tapın. AB fərqi diaqramda baxın bu hissədir. Burada da 3 dənə element var. N sayı deməkdir. 1, 2, 3. Doğru cavab B variantı. Üçüncü suala baxırıq. Tənliklər sistemi də hazır şəkildə bizə verilibdir. Toplama üsulu ilə yaza bilərik. X üstə gəl 3y bərabərdir 8-ə. 2x çıxılsın 3y bərabərdir 7-yə. Alt-alta toplayıram. X-lər toplayıram 3x. Y-lər islah olur. 7 ilə 8-də toplayıram 15 eləyir. 15-i də bölürəm 3-ə. X edəcək 5. Bizdən y istəyir. X-in qiymətini birinci tənlikdə qoyuram yerinə. 5 üstə gəl 3y bərabərdir 8-ə. 3y bərabərdir 8 çıxılsın 5. Y də bərabərdir 1-ə. Doğru cavab A variantı. Dördüncü sualla davam edirik. AB birləşməsini istəyir. Gəlin AB birləşməsini yazaq. Əvvəlcə A-da olan elementləri yazıram. 1, 3, 5, 7, 9. A-da olub B-də də A-da olmayanlardan B-dən götürürəm. 2, 5-i artıq yazmışamsa təkrar yazmıram. 6, 7-ni isə yazmışam, yazmayacağım. Sayını istəyir bizdən. 1, 2, 3, 4, 5, 6, 7. Cavab C variantı. Keçirik 5-ci suala. 5-ci sualda bizə deyir ki, ABC üçbucağında BD və AY medianlar üçbucağı çəkək. Adlandırıram. A, B, C. A, D medianı. Daha doğrusu BD medianı deyir. BD medianı təpədən qarşı tərəfə çəkilir. Buranı yarı-yarı bölür. Həmçinin AY medianı düşdüyü yeri 2 bərabər parçaya bölür. Y. AD x-dir. BY y-dir. X ilə y-in cəmini bizə verib 12. AC ilə BC-nin cəmisi. Baxın, A-dan C-yə nə yazmışıq? 2x. B-dən C-yə nə yazmışıq? 2y. 2x ilə 2y-in cəmini axtarırıq. Yəni 2 vurulsun mötərizə daxilində x üstə gəl y yazıram. X ilə y-in cəmi 12-dir. 2 vur 12. Cavabımız olacaq 24. 6-cı suala baxırıq. Bərabər yanlı üçbucağın bərabər yanlı üçbucaq deyirsə, oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Oturacağındakı xarici bucağı 160-dır. Xarici bucaq 160-dırsa, 180-dən 160-a çıxırsınız. Deməli, daxili bucaq bura 20-dir. Onda burada 20-dir. Çünki bərabər yanlıdırsa, yanları bərabərdir. Təpədəki bucağı istəyir. Daxili bucaqların cəmi 180 olmalıdır. 180-dən həmin 20-lərin cəmini çıxıram. O da edəcək 140. 7. 2,4 ədədini təkliyə qədər yuvarlaqlaşdırın və mütləq xətanı tapın. Təkliyə qədər yuvarlaqlaşdırsaq, təklik mərtəbəsində 2 dayanıb, yanındakı ədədimiz 4 olduğu üçün, yəni 5-dən kiçik olduğu üçün dəyişmir. Olur bu şəkildə, yəni bərabərdir 2 tama.
Buradan cavabı alırıq 2 tam yuvarlaqlaşdıranda. Mütləq xətanı tapırıqsa 2,4-dən 2-ni çıxıram modulda. Doğru cavabımız 0,4 C variantı. 8-ci suala baxırıq. 8-ci sualı həll etmək üçün düsturdan istifadə edə bilərsiniz və yaxud diaqramdan. Düsturunuz belədir. AB birləşməsi bərabərdir NA üstəgəl NB çıxılsın N A ilə B-nin kəsişməsi. Birləşməni sizə verib 10. 10 bərabərdir 6 üstəgəl 8 çıxılsın X. 10 bərabərdir 14 çıxılsın X. X də bərabərdir 4-ə. Kəsişməmiz etdi 4. 9. A kvadrat üstəgəl B kvadratını istəyir. Düsturunuz belədir. A-nın kvadrat üstəgəl B-nin kvadratı bərabərdir. A çıxılsın B-nin kvadratı üstəgəl 2AB. Onda A kvadrat üstəgəl B kvadratı bərabərdir. Yəni A çıx B-nin yerinə 2 qoyacaqsınız. AB-nin də yerinə 8 qoyacaqsınız. Olacaq 4 üstəgəl 16. Cavab 20. C variantı. 10-cu sual. 10-cu sualda deyir ki, K-nı tapın. Y bərabərdir Kx üstəgəl B funksiyasında bir dəfə A 0,4 nöqtəsi verilibdir. Yəni X-a 0 verəcəksiniz, Y-yə 4 verəcəksiniz. Gəlin yazaq. 4 bərabərdir. K vurulsun 0 üstəgəl B. Deməli, buradan 4 bərabər olacaq B-yə, çünki bu 0-dır. Buradan biz B-ni tapdıq. Sonra B mənfi 2 ilə 0 nöqtəsi qoyacaq. X bərabərdir mənfi 2, Y bərabərdir 0. 0 bərabərdir. K vurulsun mənfi 2 üstəgəl. B-ni də artıq biz tapmışıq 4. 4'ü keçirirəm, bura olur mənfi 4 bərabərdir K vurulsun mənfi 2. K-nı da tapmaq üçün mənfi 4'ü mənfi 2-yə bölürsünüz, eləyir müsbət 2 B variantı. 11 deyir, həlli yoxdur. Həlli yoxdur, yəni A1 bölü A2, B1 bölü B2 fərqlidir. C1 bölünsün C2-dən. A1 ilə A2 X-ların əmsalıdır. Yəni 1 bölünsün K bərabərdir K bölünsün 4. B-də Y-lərin əmsalıdır. Çarpaz vursaq, bu da fərqli olmalıdır. Mənfi 2 bölünsün 4-dən. İxtisar etsək 2-də 1. K kvadratı bərabərdir 4-ə. Baxın, buranı çarpaz vururam. K da bərabərdir müsbət mənfi 2-yə. Görək K-nın hansı qiymətində ödəyir. Baxın, bərabərliyimiz belə idi. 1 bölünsün. K-ya birinci müsbət 2 verəcəm. 2 bölü 4 bərabər deyil. Mənfi 2-də 1. Bu doğrudur. Çünki baxın, bunlar ixtisarında 2-də 1 eləyir. Yəni K bərabərdir müsbət 2 olanda ödədi. Amma mənfi 2-də ödəməyəcək. Çünki mənfi 2 qoysam 1 bölünsün mənfi 2. Burada çünki 3'ü də bərabər oldu. Bu yanlışdır. Ona görə də K bərabərdir müsbət 2 olanda ödədi. Bu 3'ü də bir-birinə bərabər olduğu üçün bu sonsuz sayda həlli varın qaydasıdır. Sonsuz həlli var. 12. Kəmiyyətin təqribi qiyməti 50. Mütləq xəta 50 olarsa nisbət xəta neçə faiz olar? Deməli, nisbi xətanı tapmaq üçün biz mütləq xətanı təqribi qiymətə böləcəyik, vuracağıq 100-ə. Təqribi mütləq xəta bizə verilib 0,6. Təqribi qiymət 50. Vuracam 100-ə. 50-yə ixtisar edirəm. Doğru cavab 1,2 B variantı. 13. Bərabər yanlı üçbucaqdır. Deyir, oturacağı bitişik bucağı aşağıdakılardan hansı ola bilər? Demək, oturacağı bitişik bucaqlar bərabər olur. Üçü bir yerdə 180 dərəcə olur da. Üçbucağın daxili bucaqların cəmi 180 dərəcədir. 100 ilə 100, baxın, A variantında 144 ilə 144 toplayanda görürsünüz 288'dir. Bu kiçikdir 180 olmalı da olmaz. B variantı olmaz. Ola bilər D variantı. Baxın, 81 ilə 81'i toplayacaqsınız. 162 eləyir və bu oturacaqda ola bilər. Baxın, oturacağa 81 ilə 81 yazaram. 180'dən də 162'ni çıxaram. Təpə bucağına qalar. Deməli, təpə bucağına da qalacaq. 180'dən 18. Belə. Gəldik 14-cü suala. 14'də bizə deyir ki, A 1,5 nöqtəsindən keçən, yəni X bərabərdir 1, Y bərabərdir 5.
Y bərabərdir 4x funksiyasına paralel olan funksiyanın qrafikini tapın. Y bərabərdir kx üstəgəl b funksiyasında, yəni 5 bərabərdir k vurulsun 1 üstəgəl b yazırıq. Paralel olması üçün x-in əmsalı bu kx və yaxud da ax da yaza bilərik, fərqi yoxdur. A-lar bir-birinə bərabər olmalıdır, b-lər bir-birindən fərqli olmalıdır ki, paralel olsunlar. Paralel. Onda deməli burada baxın, burada A1 bərabərdirsə 4-ə, deməli A2 də bərabər olmalıdır 4-ə. Burada A-nın yerinə nə qoyacağam? 4 qoyacağam. İndi mən burada K yazmışam da, onu yəni A, K fərqi yoxdur. Buraya yazacağam 4, yəni 4 olmalıdır. Paralel olması üçün A-lar bərabər olmalıdır. 5 bərabərdir 4 üstəgəl b, b də bərabərdir buradan 1-ə. Deməli bizdə burada A-nın yerinə mütləq 4 yazılmalıdır, B-nin də yerinə 1 yazılmalıdır. Y bərabərdir 4x üstəgəl 1. Cavab D. 15-ci suala baxırıq. Elşən hər il qoyulan məbləğin 10% qədər artım verən banka 3000 manat pul qoydu. 2 ildən sonra pul neçə manat olacaq? Burada biz sadə faiz düsturundan istifadə edəcəyik. P vurulsun 1 üstəgəl E vurulsun T bölünsün 100. İndi deməli ilkin məbləğ P bərabərdir bizə verilib 3000. İllik faiz artımı 10. 2 il qoyulduğu üçün də buraya yazıram 2. Deməli yekun məbləğ də S-dir. S bərabərdir 3000 vurulsun 1 üstəgəl 10 vurulsun 2 bölünsün 100. İxtisar edirəm. 3000 vurulsun 1 ilə 5-də 1-i toplayıram. 5-də 6 eləyir. 5-ə ixtisar edirəm. 600, 600-də vuram 6-ya 3600. 16-cı sual. Alt-alta toplayacağıq. 12 dərəcə 34 dəqiqə 45 saniyə 11 dərəcə 13 dəqiqə 15 saniyə 0 6 7 4 3 2. Demək burada 60 saniyə elə 1 dəqiqədir. Gələcəm 47-nin üstünə. Olacaq 23 dərəcə 48 dəqiqə. 1 dəqiqə daha doğrusu 60 dəqiqə 1 dərəcədir. 48 dəqiqəni dərəcəyə çevirməliyəm. Deməli 48-i böləcəm 60-a. 6-ya ixtisar edirəm. Eləyir 0,8. Deməli bu 23 üstəgəl 0,8-dir. 23,8 dərəcə eləyir C variantı. Keçirik 17-ci suala. 17-ci sualda kublar fərqi düsturunu açacağım. X çıxılsın y, x-in kvadratı üstəgəl x, y üstəgəl y-in kvadratı. X çıx y 4-ə bərabərdir. 4 vurulsun x-in kvadratı üstəgəl hasili də 4-dür, üstəgəl y-in kvadratı. Biz x kvadratı üstəgəl y kvadratını tapmalıyıq. X çıxılsın y-in kvadratı üstəgəl 2x y yazıram. 4-ün kvadratı üstəgəl 2 vurulsun 4. 16 üstəgəl 8. Cavab 24. Yazıram burada. Bunların yerinə ikisi bir yerdə 24-ə bərabər oldu. 4 vurulsun 24 üstəgəl 4. 4 vurulsun 28. O da edəcək 112. 18-ci sual. Deyir ifadə ən kiçik qiymət alır. X-in hansı qiymətində? Burada müxtəsər vurma düsturu yaradacağıq. Bu hissəyə diqqət edirik. X-in kvadratı üstəgəl 12x-i 2 vurulsun, x vurulsun. Biz neçə düşünə bilərik? 6. Üstəgəl, baxın bu a kvadratıdır. Bu 2 vurulsun, a vurulsun, b-dir. Demək b 6-dır. Burada da b-nin kvadratı dayanmalıdır. Düsturda b kvadratı gəlir. Üstəgəl 6-nın kvadratı. Bu 6-nın kvadratını özümdən yazdımsa, bir dənə də çıxmalıyam. Üstəgəl 10. Baxın, bura buradadır. İndi, burada isə, baxın, bu hissə bizə müxtəsər vurma düsturu verir.
x üstəgəl 6. Yəni burada çıxmadı. X çıxılsın 6'nın kvadratı. Mənfi 36. Baxın bu hissələr qaldı. Mənfi 36 üstəgəl 10. X çıx 6'nın kvadratı çıxılsın 26. Mörtəzənin kvadratının ən kiçik qiyməti 0'dır. Yəni x çıx 6'nı 0'a çevirən qiymət nədir? 6. Cavab 6. Bu sualda diqqətli olun. Adətən bunu unutursunuz. 19. Burada artıq mürəkkəb faizdir. Əvvəlki ilin 20% qədər artım verən banca burada deməli mürəkkəb faizdir. Mürəkkəb faiz olduğunu buradan bilirik. Hər il əvvəlki ilin 20% qədərdir. R bərabərdir artım 20%. Pul qoyulub 500 manat və 2 il. Sonra neçə manat olacaq? Son məbləğ SN-dir. 500 vurulsun 1 üstəgəl 20 bölünsün 100. Burada da 2. İxtisar edirik. 50'də 1. Verilənləri qoyuram yerinə. İxtisar edirəm 5'də 1. 500 vurulsun. 1 ilə 5'də 1'i toplayıram. Yəni 5'də 5 üstəgəl 5'də 1 eləyir 5'də 6. 5'də 6'nın da kvadratı olacaq 25'də 36. 25'e ixtisar edirəm. 20 dəfə düşəcək. 20'ni də 36'ya vuranda edəcək 720. Sonuncu sual 20'yə baxırıq. X, Y, Z üçbucağın xarici bucaqlarıdır. Birincidə X-ə yazıram 2K, Y-ə yazıram 3K, Z-ə də yazıram 4K. Xarici bucaqların cəmi 360 dərəcədir. 2K, 3K, 4K toplayıram, eləyir 9K bərabərdir 360. K da bərabərdir 360'ı bölürəm 9'a 40. Onda X edəcək 2 vurulsun 40, 80 dərəcə. 1'ə uyğun gəlir A variantı. İkinciyə baxırıq. Bu dəfə X-i verib 3K, Y-i verib 4K, Z-i də verib 5K. Toplayırıq 3K, 4K, 5K bərabərdir 12K bərabərdir 360'a. K-nı tapmaq üçün 360'ı bölürəm 12'yə. K da edəcək 30. Bizdən X istəyir, 3'ü vururam 30'a. Edəcək 90. Üçüncüyə baxırıq. X bərabərdir 4K-ya, Y bərabərdir 5K-ya, Z də bərabərdir 6K-ya. Bunlar toplayanda edəcək 15K. 15K bərabərdir 360'a. K da bərabərdir 360'ı bölürük 15'ə. Eləyir 24. K-nı tapdım 24. X axtarıram. 4 vurulsun 24. Edəcək 96. Doğru cavab D variantı. Suallar bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.